Uşağımın yuxusuzluq və ya narahat yuxu problemləri varsa nə etməliyəm? Demək, uşaqlarda yuxu problemləri valideynlər tərəfindən verilən ən aktual suallardan biridir. Belə ki, valideynlər uşaqlarda yuxuya gec keçmənin, yuxu ilə bağlı olan narahatlıqlarını həmişə dilə gətirirlər. Belə ki, valideynlər uşağın yuxuya getməsini asanlaşdırmaq üçün ilk növbədə həmin o mühiti uşağa yaratmalıdırlar. Belə ki, ilk öncə yuxudan 2 saat əvvəl qətiyyən qida qəbulu dayandırılmalıdır, maye qəbulu məhdudlaşdırılmalıdır. Uşağın yatmaq üçün öz otağı seçilməlidir və bununla yanaşı uşağın xüsusi bir yuxuya getməsi üçün oyuncağı olmalıdır, öz sevdiyi hər hansı bir əşyasını götürməlidir, ortam qaranlıqlaşmalıdır və valideynlər mümkün qədər uşaqdan uzaqlaşmalıdır. Bir müddət bunu uşağa alışdırmaq və uşağı mümkün qədər eyni saatlarda yatmağa çalışmalıdırlar valideynlər. Bəli, bəzi hallar ola bilir ki, valideynlər tərəfindən şikayət edilir ki, biz nə qədər bunlara əməl etsək də uşaqlar eyni saatlarda yuxuya gedə bilmir və yaxud da ki, uşaqlar bizdən asılı olaraq yatmaq istəyirlər, yəni bizimlə eyni yataqda yatmaq istəyirlər və s. və digər suallar çıxır ortaya. Bəli, bu zamanla biraz zaman alır. Təbii ki, uşaq orqanizması mühitə bir qədər gec adaptasiya olduğu üçün, valideynlərinə bağlı olduğu üçün, alışqanlıqları olduğu üçün bunu valideynlər də biraz səbir, təmkin göstərməlidirlər və həmin dövrdə mümkün qədər uşağa dəstək olmalı və bir o qədər də uşaqdan uzaqlaşmalıdırlar ki, uşaq da öz otağına, öz yatağına, öz mühitinə alışmalıdır. Və bir də uşaqlarda yuxu zamanı olan bəzi problemlər olur həzm sistemi ilə bağlı. Bunlardan ən çox rast gəlinəni reflü xəstəliyidir. Reflü mədə-bağırsaq sistemində qida qəbulu ilə əlaqədar olaraq yaranır. Bəzi uşaqlarda yuxu zamanı reflü qissəsi ağız boşluğuna gəldiyi üçün uşaqlarda yuxuya getmə problemi yaşaya bilirlər. Bu da yuxunun ləngiməsinə səbəb ola bilir. Onun üçün də valideynlər xüsusi yastıq seçməlidirlər. Bunun üçün uşağı düzgün pozisiyada yatızdırmalıdırlar. Və digər yuxu ilə bağlı problemlərdən biri də nevroloji problemlərdir və mütləq bunu pediatr tərəfindən dəyərləndirilməli və lazım ola biləcək sahələrə yönləndirilməlidir.